Vətəndaşa Real Estate Qrupun otel aktivlərinin idarə edilməsi üzrə direktoru Niyazi Abbasova dəvət edirik. Salam, hörmətli xanımlar və cənablar. Hər birinizi görmək çox xoşdur. Mən artıq 4-cü dəfədir ki, Maliyyə və İnvestisiya Forumunun bu möhtəşəm səhnəsindən sizə xitab etmək bir şərəfi, fürsəti əlimə keçir. İlk forum 2017-ci ildə həyata keçirilibdir. O təşkilatı komandanın da üzvlərindən biri mən idim. Çox maraqlı bir haldır ki, artıq Maliyyə İnvestisiya Forumu kapital bazarının iştirakçıları, maliyyə sektorunun mütəxəssislərini bir araya gətirən maraqlı bir dialoq formatında olan bir platformaya çevrilir və davamlı bir xarakter almağa başlayır. Mən istəyərdim ki, bu günləri kapital bazarları, onun inkişafı, inkişaf perspektivləri haqqında çox maraqlı təqdimatlar oldu. Azərbaycanda ümumiyyətlə retail investorlar arasında daşınmaz əmlaka investisiya edən kifayət qədər bir investor qrupu mövcuddur. Bu investorların kapital bazarına cəlb edilməsi, onların balanslaşdırılmış, diversifikasiya edilmiş portfelinin formalaşdırılması necə əldə edilə bilər? Bu haqda istəyirdim ki, bir təqdimat həyata keçirim və nitqimi başlamazdan öncə istəyərdim ki, çox məşhur investor Warren Buffett'ın bir fikri ilə başlayım. Burada investisiya edərkən bütün yumurtaları bir səbətə qoymayan belə bir prinsip var. Bunu mən istəyərdim ki, mövzumuzun ana xəttinə çevirək. Göründüyü kimi, cədvəldən də göründüyü kimi, ümumiyyətcə, orta statistik, orta riskli investisiya portfelinin strukturu qərbdə inkişaf etmiş investisiya şirkətlərinin investisiya portfeli təxminən bu cürdür. Burada səhmlər 50% pay alır, istiqrazlar 30%, daşınmaz əmlak 10% və digər investisiya aktivlərinə 10% yer verilir. Təbii ki, risk kateqoriyası, risk apetiti dəyişərək fərqli investisiya portfelləri formalaşdırılmaq mümkündür. Amma orta statistik yanaşma ilə baxsaq, təxminən bizim investisiya portfelimiz bu cür görsənməlidir. Burada səhmlərə çox böyük yer verilib. Təbii ki, bunun səbəbi daha yüksək gəlirlilik vəd edən və nisbətən daha yüksək riskli investisiya aktivinin olmasıdır. İkinci, istiqrazlara yer verilir bu portfeldə. Portfeldə investisiya, deməli, istiqrazlarında olan ayrılan vəsaitlər səhmlərdən sonra ikinci ən yüksək gəlirli və o cümlədən öz risk profilinə uyğun investisiya alətidir. Sonra nisbətən aşağı risk profili olan daşınmaz əmlak segmentinə olan yatırımlar burada yer alır. Burada həm public və private dediyimiz, həm listing olunan, həm də birbaşa daşınmaz və fiziki aktivlərə investisiya edilərək əldə edilən investisiyalardan söhbət edir. Digər investisiya alətləri isə deməli, əmtələr, qızıl və digər investisiya alətlərinə yer verilir. Ümumiyyətcə, bu fərqli investisiya alətlərinin müqayisəli təhlilinə biraz yer vermək istəyərdim. İlk olaraq, təbii ki, hansı investisiya aləti daha gəlirlidir, hamını birinci bu maraqlandırır. Təbii ki, yüksək gəlir, yəni maliyyədə olan sadə bir prinsip var. Yüksək gəlir əldə etmək üçün yüksək risk götürmək lazımdır. Daha nisbətən aşağı gəlirlilik strategiyası çizirsinizsə, aşağı deməli qiymətli kağızlar, aşağı riskli qiymətli kağızlara və yaxud daşınmaz əmlaka getmək məqsədə uyğun hesab edilir. Baxsaq, daşınmaz əmlakda fərqli kateqoriyaları nəzərə alsaq, 4-11%-lik bir gəlirlilik mövcuddur. Ticarət olunan istiqrazlarda bu gəlirlik 5-6%-ə qədər
çatır və ticarət olunan səhmlərdə isə bu gəlirlilik norması 10-12%-ə qədər deməli çata bilir. Volatillik əmsalı, yəni bu risklə birbaşa proporsional əlaqəli bir göstəricidir. Təbii ki, yuxarı risk kateqoriyasında olan ticarət olunan səhmlər ən yüksək volatilliyə məxsusdur. Sonra isə ticarət olunan səhmlər və ən aşağı volatillik daşınmaz əmlakdadır. Necə deyərlər, daha aşağı risk və daha stabil gəlirlər. Bu daşınmaz əmlak sektorunun özəllikləridir. Hər bir investisiya alətinin borc alım səviyyəsi var, yəni bu investisiya alətinə yatırım eləyəndə borc alım səviyyəmiz nə qədərdir? Bu da daşınmaz əmlakda çox yüksəkdir, ticarət olunan istiqrazlarda isə nisbətən aşağıdır. Faiz dərəcələri, idarəetmə xərcləri isə birbaşa investisiya sayılan daşınmaz əmlakda daha yüksəkdir. Çünki bunun menecmenti, facility menecmenti dediyimiz fiziki aktivlərin idarə edilməsi ilə bağlı birbaşa xərclər çəkilməlidir və menecment vaxtı cəlb edilməlidir. Ticarət olunan istiqrazlara baxdıqda, bu ticarət olunan kapital bazarının birbaşa instrumentləri də burada daha az menecment vaxta və resursa ehtiyac yaranır. Faiz dərəcələri ümumiyyətlə artdıqda bütün bu üç investisiya aktivlərində biz dəyərin azaldığını müşahidə edə bilərik. Vergi avantajlarına baxdığımızda ən çox daşınmaz əmlak segmenti deməli vergi xərclərimizdə qənaət etməyə, mənfəətə cəlb olunan amortizasiya xərcləri hesabına vergi xərclərimizi optimallaşdırmağa köməklik eləyir. Təbii ki, risk parametrlərinə baxanda daşınmaz əmlak daha çox bazar və likvidlik riskləri daşıyır. Ticarət olunan istiqrazlarda isə biz inflyasiya və faiz dərəcələrini əsas prioritet istiqamət kimi nəzərdə tutmalıyıq. Ticarət olunan səhmlərdə isə daha çox bazar, çünki bu səhmlər birbaşa bazar riskləri, şirkətlərin performansı ilə birbaşa əlaqəlidir və bu faktı nəzərə alaraq biz ticarət olunan səhmlərdə faiz dərəcələrinə və bazar risklərinə xüsusi diqqət ayırmalıyıq. Risklik və volatilliyi izah etmək üçün 2020-ci ildən 2024-cü ilə qədər olan deməli səhm, daşınmaz əmlak və xəzinə istiqrazlarının gəlirlik və volatilliyini əks etdirən bir cədvələ əlavə etmişəm. Burada görsəndiyi kimi S&P 500, Amerikada 500 deməli qabaqcıl şirkəti birləşdirən indeks ən yüksək volatilliyə məxsusdur və bu ən yüksək gəlirlik vəd eləyən bir investisiya aktiv segmentidir. İkinci volatillik payı isə biz daha çox real estate-də, yəni daşınmaz əmlak segmentində görürük. Təbii ki, səhmlərə nisbətən daha aşağıdır, amma volatilliyi də nisbətən aşağı müşahidə edirik. 10 illik xəzinə istiqrazlarında da ən aşağı, çünki risklər də aşağıdır və volatillik də buna mütənasib olaraq ən yaxşı göstəriciyə malikdir. Retail investorların Amerikada aparılan individuallar arasında bir araşdırmanın nəticəsini sizə təqdim edirəm. Retail investorlar yatırımlar edərkən daha çox hansı aktiv segmentlərinə yatırım etmişlər? Burada görsənir ki, daşınmaz əmlak daha çox önə çıxmış. Sonra qızıl və səhmlər, depozitlər və istiqrazlar növbəti iyerarxiyada yer alır. Ən sonuncu aktiv segmenti isə kriptovalyutalar olaraq bizim diqqətimizi cəlb edir. Daşınmaz əmlak segmentinin özündə subkateqoriyaları var. Yəni siz daşınmaz əmlaka yatırım eləyəndə də burada fərqli risk kateqoriyalardan məxsus deməli investisiya istiqamətlərini görürsünüz. Çox aqressiv və yüksək gəlir istəyirsinizsə, təbii ki, otellər ən yüksək gəlirliyə malik olan investisiya, daşınmaz əmlaklı investisiya istiqamətidir. Bu gündəlik təbii ki, menecment, gündəlik doluluq analizləri və qiymət siyasətini özündə əhatə eləyir. Amma nisbətən daha pasiv investisiya və daha az menecment tələb edilən kommersiya və mənzil bazarını biz segmentləşdirə bilərik. Kommersiya obyektlərində gəlirlik 4%-dən 10%-ə qədər, mənzillərdə isə 3-7%-dir. Amma daha ən az risklik dərəcəsinə baxsaq, təbii ki, mənzillər ən az riskli daşınmaz əmlak segmentidir.
kommersiya daşınmaz əmlakı, orta və otellər ən yüksək risk kateqoriyasına məxsusdur. Bu Covid-19 zamanı da biz gördük ki, otellər həqiqətən də yüksək riskli daşınmaz əmlak segmentidir. Burada biz turizmin birbaşa təsirini otellərdə və doluluqlarda müşahidə etmiş olduq. Volatillik isə öncə qeyd etdiyimiz kimi gəlirliklə mütənasib olaraq dəyişir və likvidlik göstəricilərinə baxanda isə mənzillər ən yüksək likvidlik daşınmaz əmlak kateqoriyasıdır. Çünki nisbətən ora ayrılan investisiya vəsaiti daha kiçikdir və bunun daha çox alıcısı var və ikinci bazar, təkrar bazarda daha aktiv alıcı kütləsinə malik olan investisiya segmentidir. İkinci likvidlikdə isə ikinci orta dərəcəli risk kateqoriyasında kommersiya daşınmaz əmlakını göstərə bilərik. Ən yüksək likvidlik əmsalı isə daha doğrusu risk ən aşağı olan otellərdir. Bu kifayət qədər böyük investisiya tələb edən, daha az alqı-satqısı bazarda nisbətən olan daşınmaz əmlak segmentidir. Təbii ki, daşınmaz əmlaka investisiya eləmək bu inflyasiyanın birbaşa kompensatorudur. İnflyasiya sizin gəlirlərinizi, yatırımlarınızı yeyir, amma daşınmaz əmlak segmentinə olan yatırımlar sizi bu riskləri minimuma endirməyə köməklik göstərir.